mədəniyyətimizin tarixində çox. Akademiyanın İncəsənət Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbilfəz Quliyev xalq şairi Səməd Vurğunun zəngin yaradıcılıq yolundan bəhs edib. Vurğulanıb ki, şairin əsərlərində vətən sevgisi, insan duyğuları, zəhməkeş insanların həyatı və yüksək mənəvi dəyərlər əsas yer tutur. Onun Vaqif dramı Azərbaycan dramaturgiyasının incilərindən hesab olunur. Şairin şeir və poemaları bu gün də sevilərək oxunur və öz aktuallığını qoruyub saxlayır. Digər çıxış edənlər Səməd Vurğunun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli şair olduğunu qeyd ediblər. Bildirilib ki, çoxşaxəli fəaliyyətinin qayəsində Azərbaycançılıq amalı dayanan şair nəğməkarı olduğu Odlar diyarını alovlu məhəbbətlə tərənnüm etmişdi. Onun dillər əzbərinə çevrilmiş Azərbaycan şeiri hər bir azərbaycanlının ürəyindəki vətən sevgisinin poetik ifadəsidir. Böyük söz ustadı ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparmış, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün məna gözəlliklərini özündə əks etdirən dərin bəşəri ictimai məzmuna malik qiymətli əsərlər ərsəyə gətirmişdi. Qeyd olunub ki, Səməd Vurğunun novator keyfiyyətlərlə zəngin bədii irsi bir məktəb kimi müasir Azərbaycan poeziyasına güclü təsir göstərib və bu gün də gənc nəslin milli mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əhəmiyyətli rol oynayır. Oruc Mirzəyev, Azər Həsənov, NTV Xəbər.